Salam Emə xanım, necəsiz? Gözəl anamız, gözəl insan, nur üzlü anamız bizim. Neyinirsiniz, necəsiz, nə var, nə yox? Mən analizə getdim də sizə demişdim. Keçən həftə, onun qabaqsı həftə demişdim ki, analizə gedəcəm, amma bugün mənə nəsib qismət oldu Allahın izniyle. Mən sizdən aldığım təlimlərə görə şükür Allaha, analizin cavabları çox gözəl çıxdı Emə xanım. Mən istəyərdim ki, bunu canlıda adımı çəkmədən qeyd edərsiniz. Çünki bu sizin əziyyətinizdir. Çünki sizdən aldığım təlimlərə görə Allahıma təşəkkür edirəm. Sizin kimi insan mənim qabağıma çıxardıbdır. Mən hər dəqiqə, hər saniyə həmişə sizi izləyirəm. Ona görə də şükürlər edirəm bu günümə. Çox şükürlər edirəm. Savablarımla min şükür, min şükür. Analizlərim cavabları çox gözəl çıxdı Emə xanım. Bir dənə Katyam qaldı. Katyaya da gedim inşallah Allahın izniyle. Amma bugün canlıda qeyd edin. Çünki burada sizin çox böyük əziyyətiniz var. Çox sağ olun, çox var Emə xanım. Mən yenə də deyirəm, Allahıma təşəkkür edirəm sizi tanımağıma. Çox sağ olun. Amma burada sizin əziyyətiniz var. Çünki bunu qeyd etsəniz istəyərdim. Çünki hamı sizdən təlim aldı. Çünki bunu da qeyd eləsəniz insanlar daha da çox hər şey inandırıcı olacaqlar. Mən istəyərdim ki, hamı bu təlimə qoşulsun. Emə xanım, mənə xərçəng demişdilər. Amma desələr də mən heç vaxt onu ürəyimə gətirməmişdim. Elə bir ki, 6 ay dərmanlarla müalicə olundum. Elə əməliyyata gedən günü sizi dinləyə getdim. Əməliyyatdan çıxdım, sizi dinlədim. Ümumiyyətlə, heç vaxt mən beynimə o xəstəliyi salmadım. Hər kəsi bağışladım, heç kəsdən küslü qalmadım, heç kəsə pis fikirlə, pis niyyətlə baxmadım, əlim verimli oldu. Yəni, hər dəfədə gedəndə analizlərim çox gözəl çıxırdı. Ümumiyyətlə, bugün lap da şübhədən çıxdıq. Onu demişdilər, amma yəni ürəyimə mən heç vaxt onu gətirməmişəm də, yəni. Çünki sizi dinlədim. Ona görə çox sağ ol, çox. Elə odur. Yəni mən özümə onu heç vaxt nə gətirməmişəm də, yəni belə nə deyim, məndə bu xəstəlik var deyib özümə nə eləməmişəm. Çünki həmişə demişəm ki, mən Emə xanıma qulaq asıram. O Allah tərəfindən bizə göndərilən bir insandır. Allahıma təşəkkür edirəm, sizə də Allahdan can sağlığı diləyirəm Emə xanım. Emə xanım, mən deməyim, sizin bir söz və mən demək olmaz. Yəni Allahın lütfü, Allahın izni. Çünki mən o qədər özümü düzəltdim, o qədər, yəni bu mənada mən deyirəm də, yəni siz də məni bağışlayın. Yəni Allahın lütfüdür, Allahın qismətidir bu. Salam Mahirə canım, necəsən? Mən bu haqda söhbət etdim, təbii ki, adını qeyd etmədən, amma bu səsi istəyirəm, mən bir-iki dənə xəstə izləyicim var, onlara atım, yəni özəl ki, tam onların qəlbində bu cücərsin, bu inan cücərsin, Allah nəsib edərsin. İzninlə istəyirəm bunu bir neçə özəl xəstə olan insanlara yönəldim. Canım, mən bunu özəl bir neçə insana, yəni tam onun qəlbində bu işlərin cücərməsi, qanının təmizlənməsi, bir cavan bala var burada. Paylaşdım, çox da sevindi, çox da şad oldu ki, yaxşı ki bunu mənə göndərdiniz. Cavablar aldım, amma qəlbim mənə deyir ki, mən bunu, yəni sənin adını oradan üstünə bir smalik qoyub, bunu belə tam cəmiyyətə paylaşmalıyam. Amma yenə də sənə deyirəm, bu səs paylaşmalıdır, paylaşılmalıdır. Bilmirəm, indi sən bunu necə qəbul edirsən, amma bu səs Allahdan gəlir, bu vəhy mənə paylaşılmalıdır ki, mən bunu 5 adama göstərə bilərəm, amma bunu cəmiyyətin dinləməsi üçün bu paylaşılmalıdır. Belə qəlbimdən vəhy almışam, nida gəlib Allahdan.
Can, mən göndərməsinə göndərmişəm, amma qəlbimdən hökm gəldi ki, bunu mən belə də can profildə də paylaşım. Amma onu icazəsiz paylaşa bilmərəm. Yəni onu sırf soruşdum ki, edimmi bunu? Gəl Sevda. Axşamınız xeyir Hüseymə xanım, necəsiz? Mesajınızı oxudum, cavab verə bilmədim, indi cavab verirəm. Siz necə məsləhətdir, Allahdan necə buyruq gəlibdir, elə eləyə bilərsiniz. Problem yoxdur. Necə ürəyiniz istəyir, tə ki sağlamlıq olsun. İnşallah Allahın izni ilə.